Salam, mən Doktor Müseyib Əhmədov, ortoped travmatoloq. Dinləyicilərimizi salamlayıram. Bugünkü mövzumuz aktual mövzudur. Diz oynaqları barədə danışacağıq. Oynağın zədələnmələri, diz oynağının artrozu və ya qonartrozundan danışacağıq. Bildiyimiz kimi diz oynağı bədənimizdə olan iri oynaqlardan biridir və bu oynaqların zədələnməsi günümüzdə tez-tez rast gəlinir. Bu oynaq zədələnmələri istər cavan yaşlarda, istər orta və ağıl yaşlarda tez-tez rast gəlinir. Ümumilikdə diz oynağı artrozları, ümumiyyətlə artrozlar Kolleginin klassifikasiya təsnifatına görə 4 yerə bölünür. Birinci, ikinci, üçüncü və dördüncü dərəcəli artrozlar. Təbii ki, sıralamada birinci yerdə daha yüngül və bundan sonra artan şəkildə oynaqların zədələnmələrinə rast gəlinir. Dediyimiz kimi diz oynağı da bədənimizdə olan mobil oynaqlardan biridir. Adətən diz oynaqlarında ağrılar sakit vəziyyətdə, fiziki yüklənmədə, oturub durduqda, idman hərəkətlərində yarana bilir. İlkin olaraq onu demək istəyirəm ki, diz oynaqlarında əgər davamlı ağrılarımız varsa, gündüz və yaxud da gecə ağrıları varsa, mütləq şəkildə ixtisasçıya, mütəxəssisə, yəni travmatoloq ortopedə müraciət olunmamız məsləhətdir. İlk öncə oynaqların kliniki müayinəsi aparılmalıdır. Ağrılı, şişkinlik varsa oynaqlarda bunlar dəyərləndirilməlidir. Və diz oynağının müayinə metodlarından istifadə etdiyimiz müayinə metodlarından diz oynağının rentgen müayinəsidir. Oynaq daxili strukturaları dəyərləndirmək üçün MRT, yəni maqnit rezonans tomoqrafiya müayinələri aparıla bilir. Diz oynağının oynaq daxili elementlərinə daxildir. Dizdə olan menisklər, hansı ki ayağımızda stabilliyi, bədənimizdə stabilliyi saxlayır. Çarpaz bağlar, ön və arxa çarpaz bağlar. Bunlar isə oynağın önə və ya arxaya doğru stabilliyini saxlayır. Digər isə yan bağlar, buna biz kollateral bağlar deyirik. Bunlar isə oynaqların yanlara doğru stabiliyini saxlamağa xidmət edir. Dediyim kimi, diz oynaq zədələnmələri ilkin olaraq oynaq daxili zədələnmələr daha çox cavan yaşlarda rast gəlinir. Səbəb olaraq isə idman aktivliyinin çox olması səbəbindən bu oynaq daxili elementlərin zədələnməsi daha çox rast gəlinir. Ona görə də bu müayinə metodlarında dizlərin dəyərləndirilməsi MRT ilə daha düzgün formada aparılır. Dizimizdə dediyim kimi hər hansı bir oynaq daxili elementlərin zədələnməsindən, xüsusən də ən çox rast gəlinən menisk zədələnmələri olur ki, bunların da zədələnmələrindən biz ən çox xəstələrin müalicəsində artroskopik proseduralara, yəni artroskopik meniskektomiya əməliyyatları aparılır. Yəni oynaqlarda menisk zədələnmiş hissəsi təmizlənərək parsial meniskektomiya dediyimiz əməliyyatlar aparılır. Bundan sonra ən çox dayanacağım mövzu, yəni diz oynağının artrozları, yəni diz oynağının qonartrozu. Adətən diz oynağının qonartrozu ilkin mərhələdə sadəcə hərəkətdə olanda, oturub durduqda ağrılar yaranır. Bu artıq oynaqda yarana biləcək oynaq qığırdağının incəlməsindən xəbər verir. Bu cür xəstələrin müalicə və təqib olunmasında əsas məqam xəstələrin konservativ müalicəsi, ilkin olaraq artıq çəkili insanlarda çəkinin azalması, konservativ müalicədə oynaqda olan ağrı iltihabı götürmək üçün dərman maddələri istifadə oluna bilir. Yanaşı olaraq fizioterapiya, krioterapiya, yəni buz tədavisi aparılır. Mütləq şəkildə bu diz oynaq ağrılarına tibbi reabilitasiya ön plana keçir. Yəni bu diz oynağının ön və arxa qrup əzələlərinin möhkəmləndirilməsi. Bu da ona sonda xidmət edir ki, və oynağa düşən yüklərin azaldılması olsun. Yəni aşırı hallarda ikinci, üçüncü dərəcəli əgər oynaq zədələnmələri artrozlarda isə artıq xəstələrə konservativ müalicə ilə paralel oynağa oynaq daxili müdaxilələr. Bunlar isə oynaq daxili hialuron turşusunun yeridilməsi, son vaxtlar bunların daha belə deyək avantajlı formaları peptidlə hialuron turşusu bir yerdə oynağa yeridilərək müalicə protokollarımız var. Digər isə PRP dediyimiz müalicə metodumuz var. PRP yəni trombositlərlə zəngin plazma. Adətən bu proseduralar ildə 2 dəfə, hər dəfə 3-5 olmaqla aparılır. Bu prosedurada insanın öz qanı götürülərək xüsusi sentrifugada hazırlanır və həmin götürülmüş qanın trombositlərlə zəngin hissəsi təkrar oynaq daxili inyeksiya şəklində intraartikulyar yeridilir. Bunlar hər ikisi oynaq daxili hialuron turşusu plus PRP proseduraları, yəni müalicələri, yəni diz oynağının qığırdaqlarının yeyilməsində bəs dərəcədə qarşılaya bilir. Yəni qığırdaqların daha irəliləyən formasında, yəni artrozların daha tez irəliləməsinin qarşısını alır. Travmadan sonraki dövrlərdə və yaşlı adamlarda, hətta aparılan müalicələrdə belə cavab verməyən hallar olur ki, artıq diz oynağı zədələnməsi, yəni diz oynağının qonartrozu 4-cü dərəcəyə gələn çıxan hallar olur. Burada şəkildə gördüyümüz kimi artıq oynaq qığırdağının xamarlığını itirmişdir. Oynaqda oynaq kənarı osifitlər yaranıb, oynaq yarığı demək olar ki, tamamilə
daralmışdır. Belə xəstələrdə nə baş verir? Patoloji olaraq artıq oynaq qığırdağı yeyildiyi üçün sümüklər artıq bir-birini yeməyə, sürtməyə başlayıb. Bu halda sümük daxili təzyiq artır və təbii ki, bu sümük daxili təzyiqin artması ağrı reseptorlarını qızıqlandırır və xəstələr yeriyə bilməməkdən, ayağa durub hərəkət etdikdə güclü ağrılardan şikayət edir. Hətta son dövrlərdə artıq xəstələr yataq vəziyyətində belə yataqda çevrildiyi halda, yəni 4-cü dərəcəli artrozlarda, yəni dizdə ağrılar olur. Bu məsələlərin də yanaşması, yəni 4-cü dərəcədə diz oynağının qan artrozunun yanaşmasında təbii ki, radikal olaraq günümüzdə diz oynağının artroplastikası, yəni endoprotezləşdirilməsi əməliyyatı müvəffəqiyyətlə, uğurla həyata keçirilir tərəfimizdən. Təxminən 1-2 saat arası davam edir. Əməliyyatda oynağa açıq müdaxilə edilərək oynaq qığırdaqları təmizlənilir, diz qapağının altı qığırdaqlar təmizlənilir və oynağa xüsusi implantlar qoyularaq fiksə edilir və süni oynaq yaradılır. Və bu süni oynaq da insana növbəti ağrısız həyatını davam etdirmək üçün tam kifayət edir və insanlar ondan sonra özlərinin dinamik və ağrısız həyatlarına qoşula bilirlər. Diz oynağıdır, oynaq səthləri hamardır, oynaq arası məsafə geniş şəkildə izlənilir. 4-cü dərəcəli artrozlu bir diz oynağımızdır. Diz oynağı demək olar ki, tamamilə yapışmışdır. Oynaq kənarı ostefitlər var və sümüklər bir-birini sürtür. Diz oynağımızın endoprotezləşməsindən sonraki bir durumdur. Gördüyünüz implantlar yeridilib. Bu isə bizim ağ şəkildə bizim oynaq süni qığırdağımızı əvəz edən bir elementdir. Sağda gördüyümüz bu skopiyada isə əməliyyat sonraki xəstənin görüntüləridir. Yəni əməliyyatdan sonra rentgenoloji olaraq bu şəkildə görsənir. Bu mövzu illər öncə, yəni diz oynağının artrozları insanları əlilliyə qədər gətirib çıxardı. İnsanlar yatağa düşürdü, gəzə bilmirdi. Təbii ki, insan gəzə bilmirsə, əlavə olaraq ürək-damar sisteminə bağlı, ağciyər sisteminə bağlı, ətraflarda damar sisteminə bağlı da problemlər artır, çoxalırdı və digər başqa morbidity xəstəlikləri də qoşulurdu. Məsələn, xüsusən də şəkərli xəstələrdə. Amma günümüzdə dediyim kimi diz oynağının irəliləyən artrozları, 4-cü dərəcəli artrozları bu şəkildə, yəni oynağın endoprotezləşdirilməsi əməliyyatı ilə tam müalicə oluna bilir. Xəstələrə tövsiyəm ondan ibarətdir ki, yaxşı olar ki, xəstələr bu vəziyyətə gətirib çıxarmasınlar pasientlərimiz öz durumlarını, yəni zamanında ixtisasçı həkimə, yəni ortoped travmatoloqa müraciət etsinlər. Zamanında əgər müalicələr başlanarsa, düşünürəm ki, xəstələri yaxın gələcəkdə və ümumilikdə belə radikal əməliyyatlardan çəkindirə bilər. Sağ olun, təşəkkür edirəm diqqətinizə görə.